Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Hal-hazırda biz qızılda aşılmış əməliyyatları 4706-dan gələn gəlirlə nəticələndi. Yəni 10 dollarlıq bir enişlə. Gümüşdə də təbii ki 2 əməliyyat paylaşdıq. Qızılda da 2 əməliyyat açdıq və yəni hər ikisi gəlirlə nəticələndi. Yəni sonra kiçik lotdan bir satış əməliyyatları vermişik. Təbii ki əsas satışlar demək 4688-lərdən gələcək. Biz bu gün səhər saatlarında, yəni həm gümüşdə, həm qızılda paylaşdığımız, yəni siqnallara uyğun əməliyyatları açdıq və 4 əməliyyatımız gəlirdədir. Əsasən də bunlardan daha real olanı, demək 4706-lar və deməli 85 200'lər olanlardır gümüşdə satış əməliyyatları, yəni gəlirlə nəticələndi. Biz 85'lərə take profit qoymuşduq, yəni bu mükəmməl nəticə verdi. Hal-hazırda gümüşdə yenidən satış əməliyyatları, yəni 80 hal-hazırdakı vəziyyətdə, yəni aşağı 84-300'lərə gəlib. Bizim satış əməliyyatlarımız baxaq görək qızılda biz erkən satışları demək 10 dollarlıq eniş yazmışıq burada. Diqqətlə baxın. Yəni 10 dollarlıq eniş üçün yazdıq. Yəni 4706-dan 10 dollarlıq eniş, take profit 4696. Bu gəlirlə nəticələndi. Və gümüşdə də biz satış əməliyyatlarını 83.9'lərə təyin etmişik. Amma qiymət 83 baxaq 84-300'lərə qədər gəlib. Deməli 84-9'lərdən bir də diqqətlə baxaq. Bir də baxaq diqqətlə. Gümüş 84-90'dan 84-300'lərə qədər gəlib. Yəni bu da kifayət qədər, yəni gəlir deməkdir. Biz bunların hər yəni 2 dənə əməliyyat verdik, hər ikisini bağladıq. Qızılda da 2 dənə əməliyyat verdik, bağladıq. Funtda da uşaqlar biz satış əməliyyatlarını qeyd etmişdik. Funtda da bir çoxları funtdan alqı-satqı edir. 35-750-dən 35-550'lərə qədər bu da gəlirlə nəticələndi. Funt da gəlirlə nəticələndi. Hal-hazırda gümüşdə biz yenidən satış verə bilərikmi, yoxsa verə bilmərikmi sualına gəldiksə, 84-200'lərdən yenidən satışlar ən azından 82-9'lərə qədər gələr. Yəni kiçik lotlarla verə bilərsiniz. Biz 0.1 ilə bir dənə sel açmışıq. 5 dollara bir take profit qoymuşuq. Amma əsas sellər isə deməli 86, 4688'lərdən gələcək. Yəni bu nöqtədən də. Səhər saatlarında deyək ki, gümüşdə, qızılda və funtda 3 əməliyyatımız uğurla nəticələndi. Ola bilsin qızıldan kimsə istifadə edilməsin. Çoxları riskdən qorxurlar, risk etmirlər. Amma funtdan isə %100 gəlir gəldi. Eləcə də gümüşdən də %100 gəlirlər gəldi. Yəni bu biz az öncə paylaşmışdıq bunları. Bunu bir dənə qoya bura baxaq. Baxın, burada satış əməliyyatları gəlirlə nəticələndi. Yəni qızılda da biz satış əməliyyatlarını açdıq. Bu da gəlirlə nəticələndi. Yəni hər 4 əməliyyat take profitlə nəticələnib. Funtda açmamışam. Nə üçün açmamışam? Çünki yəni 200 pipslik eniş o qədər böyük bir gəlir vermir deyənə, qızıl, gümüş daha sürətli olur deyənə bunlarda biz paylaşırıq. Amma funtdan bazara girənlər daha aktiv ticarət edənlər çoxdur. Belə hamıza uğurlar uşaqlar, inşallah görüşmək ümidi ilə 3 əməliyyat mükəmməl gəlir verdi uşaqlar.